Salam qızlar, necəsiz? İnşallah yaxşı olarsınız. Mən də yaxşıyam. Xəbərlikdən aldığım bir neçə maska var idi. Dedim ki, bu videoda da o maskanı üzümə vurum. Biraz uzanım. Çünki işlərimi görüb qutarmışdım. Bir dənə yemək hazırlamaq qalmışdı. Avokado maskadır. Qəşəng idi. Yəni maska mənim dərim allergik olduğu üçün hər maska üzümə düşmür. Bu maska üzümü yumuşatdı, parlaqlıq verdi. Yəni bəyəndim bir sözlə. Üzümə maska eləyəndən sonra makyaj eləyib ad gününə hazırlaşacağam. Burada da Lucy güllərin qənimidir qızlar. Bütün güllərin hamısını evini yıxıb demək olar. Burada da yanağında torpağı qalıb. Belə. Demək ki, çaydan qoydum qaynamağa ki, çay içim. Bir-iki dənə də qabım var idi. Onları yudum. Airfrayerdən danışmaq istəyirəm qızlar. Xalamınkildə də var. Mənimki raf firmasındır. Xalamınki isə Bekalandır. Mənimkinin bir dənə əmması odur ki, mən gərək altlı üstü spiral götürərdim. Qızlar, yəni Airfryer almamış olanlara, yəni almaq istəyənlərə məsləhətim odur ki, həm altda, həm üstdə spiral olsun. Mənki superdir, yəni ki, pişirməyindən falan narazıçılığım yoxdur. Amma bir dənə keks pişirəndə alındıra bilmirəm də, tam elə bir alınmır. Üstündə yazılıb, amma tam alınmır. Məsələn, pirajka falan pişirmək rahat olur. Amma belə yox. Demək qızlar, toyuğumu qaynatdım, dedim. Biraz qovuracam qızlar kərəyağını da üzərinə nazik soğan doğrayacağım. Biraz da göyərtə əlavə eləyəcəm qızlar. Yoldaşım balaca çörəklər olmuşdu arazdan. Onun içine dolduracağım. Balaca döner kimi, burger kimi belə bir şey, ev döneri, balaca mini döner kimi hazırlayacağım yoldaşım üçün. Mən ad günümdə olanda evdə olan, düzdür, onsuz o da mənlə gəlmişdi. Ama yenə də adam axşam bir də görsən ki, acır, atışdırmalıq hazırladım. Qızlar, bu sarı əskilər çox qəşəngdir. Yəni ilk dəfədir ki, bir dənə bu qədər razı qaldım da, yəni ki, əskidən bu qədər razı qaldım. Demək qızlar, bundan yenə almağı düşünürəm. Mən həmişə fərqli şeylər deneməyi sevirəm. Özüm üçün kofe hazırladım qızlar. Demək qızlar, kofe hazırladım kofem için. Sonra yavaş-yavaş başlayayım, makyajımı eləyim, geyinim. Yoldaşım zəng eləmişdi ki, falan vaxtda, mən həmişə yoldaşım zəng eləyir, deyir ki, məsələn, falan vaxtda hazır ol, mən gəlirəm səni götürməyə. Mən də o çalışıram ki, o zəng elədiyi vaxtda hazır olum, amma həmişə bir 5-10 dəqiqə gecikirəm. Çünki alınmır qızlar. Evdən çıxanda deyirsən, onu da düzəldim, bunu da düzəldim. Bir də görsən ki, vaxt keçir. Belə. Demək qızlar, Yapon əzgili bilmirəm, varsa, onun mən bunun dibinə toxumunu bastırmışdım. Fikirləşirdim ki, inanmıram ki, yəni əmələ gəlsin. Amma belə qalın yarpaqları var. Əmələ gəlibdir. İndi görək, bu güllə bir yerdə kaş əkməzdim. Bu, indi bilmirəm bunu. Gərək bunları ayırım. Gərək mağazağa gedim. Orada torpaq, oranın da torpağı torfdur. Gülü tez qurudur. Qəşəng torpaq. Güllərin qənimi, güllərimin qənimi qızlar. Bütün güllərim eşəlib. Onun üçün, Çox mehribandır.
Kızım. Gel. Böyle. Bütün günü pəncərədə oturur. Pəncərəni seyr eləyir ancaq. Belə. Demək qızlar, artıq şey ona qalıbdı. Mən işimi yekunlaşdırmalıyam. Lucy üçün belə toyuğun dərisi bir də sinəsindən doğradım, qaynatdım. Üzərinə də toyuğun bulyomundan tökdüm ki, belə olanda rahat yeyir, xoşlayır belə olanda. Amma dərini suya atırsan qabağına yemir. Bu paltarımı geyindim. Videoda pis düşür, amma həqiqətən qəşəngdir, pis deyil. Belə. Hə. Saçımı da fenlədim. Makyaj qalır. Prosta mən böyük götürmüşəm deyənə ona görə biraz oversize qalır da, yəni böyük qalır. Yəni siz öz bədəninizə götürə bilərsiniz. Belə çantada ki bunu götürəcəm. Belə bilirəm çox balacadır. Neyək də. Gəlir. Demək qızlar, paltar yox, hədiyyə aldıq, oyuncaq aldıq. Balacadır deyənə, nə bilim, oyuncaq aldıq da. Uşaqların hamısı oyuncaqları sevir. Biz də ona görə oyuncaq aldıq. Süfrə hazırlanır qızlar. Artıq biz evə gedirik. Ad günü bitdi. Videoda bu qədər idi. Sağ olun, sağlıqla qalın. Hələlik görüşənədək.